Əslində nə qədər müştəri psixologiyasında müştərilər ucuz almağa çalışsalar da, müştərilər bahalı şeylər ucuz almağa çalışırlar. Hətta özümüzü bəzən iqna eləmək üçün deyirik ki, çox bahalı şeydir, maksimum endirib çox ucuz aldım, bunu fəxr edirik. Yaşayırıq özümüz həyatda, yaşayırıq. Çünki yenə deyirəm, bahalı məhsulu çox ucuz almaq istəyirik, amma bahalısını istəyirik. Hə, gücümüz çatır başqa məsələ. Adamın cibinə görə, ehtiyacına görə bəzən o ucuzunu tərcih eləyirsən, söhbət ondan gelmir. Amma burada əsas psixoloji faktor ən yaxşısını almaq, ən bahalısını almaq. Orada da mütləqdir ki, qiymət nə yox, qeyd edildiyimiz kimi. Birinci növbədə gözəl bir şəkildə məhsulu önə çıxarıb təqdim etmək. Birinci özümüzü, sonra məhsulu. Təqdimat da birinci özümüzlə başlayır. Bunu heç vaxt unutmayın. Yəni, birinci biz özümüzü müştəriyə qəbul etdirməliyik ki, sonra məhsulumuzu qəbul etdirə bilək.